Demək, Zəminə xanım yazıb ki, Allah sizin ikinizi də qorusun. Mənim də belimdə qrija var idi. Mən də o idmanı edirəm indi və yeriyəndə əziyyət çəkmirəm. Gözəl, əla. İkimiz deyəndə ümidlə məni nəzərdə tutur xanım. Ümidlə mənim videomun altından yazmışdı şərhi. Gözəl, Allah şəfa versin. Turba idmanı möcüzəvi bir şeydir. Yəni möcüzə yaşamaq istəyirsənsə, turba idmanını elə. Hər kəs eləsin. Başdadır, birinci videoda bəlkəlmişəm. Kimin belində yırtıq, kifoz, skalyoz, osteoxondroz, əllərin, ayaqların uyuşması, əzələlərin gərginliyi, sonra təzyiqin varsa təzyiqin normallaşır, təzyiqin düşür qaydasına, gözləri zəif olanın gözləri açılır. Çox şeylər. Vallahi ki, çox şeylər. İnşallah Turba 2 idmanı da gəlir. Turba 2-ni də kəşf eləmişəm. Bir-iki günə paylaşacağam. Elə indi bir dəqiqə özüm idman elədim. Həm də bu günlər aclıq eləyirəm. Səhər açılandan, durandan elə maqni sulfatımı içmişəm. Axşama qədər içəcəm su. Axşam da yatıb yenə səhərə qədər davam eləyəcək aclığım. Səhər-səhər yenə axşamüstü imalə eləyəcəm. Səhər də imalə eləyəcəm 2 dəfə. Səhər də ki, meyvə şirələrindən falan belə başlayacağam, gedəcəm. Yəni orqanizmdə yeni qan yaratmaq lazımdır. İndi bir dəqiqə elə hiss eləyirəm ki, bədən öz-özünü yenilir. Ağrılar gedir hamısı. İnsanım da, mənim də bədənimdə ağrı olur. Təmizləyin. Mütəmadi təmizləyin. Bir ayda, 2 ayda təmizləyin.